Hə, deməli dedim ki, aktuallıq sözündə bir dənə fərq var, sonundakı qıxıya çevrilir. Maarifpərvərdə isə qoşa A-nın biri düşür, digər uzun tələffüz olunur. Mən də sənə demişdim ki, səs uzanması fərqli məqam yaratmır. Sadəcə səs düşümü, səs artımı, səs dəyişimi. Birinci sözlə bağlı doğru fikir istəyir bizdən. Deyir ki, sözdə 3 kar samit var. Aktuallıq, k-t-x, deməli düzdür. Qalın saitin ahəngi gözlənilmişdir. Aktuallıq sözündə A, U, I. Üçü də qalın saitdir, bu da düzdür. Səslərin və hərflərin sayı fərqlidir. Xeyr, say eynidir. Fərq keyfiyyət fərqidir. Yəni səs dəyişimi olur. 3 səhvdir. 1-2 düzdür. İkinci sözlə bağlı yanlış fikirlər istəyir bizdən. Uzun tələffüz olunan sait var, doğrudur. Maarifpərvərdə ümumiyyətlə qoşa eyni cinsli sait gördün. A, A, I, I, Ə, Ə. Mütləq biri düşür, digəri uzanır. Deməli, 4'ü düzdür, düzü götürmüsən. Cingiltili və kar samitlərin sayı bərabərdir. M, R, F, P, R, V, R bərabər deyil. Cingiltili samitlər çoxdur. 5'i götürdüm. 1, 2, 5'i götürdüm. 4 hecalıdır. Baxıram. 5 hecalıdır. Bu da səhvdir. 1, 2, 5, 6. Cavabdır variantı. Növbəti. 103 dedim bir də. 103-cü tapşırığa baxaq. Həftələrlə f-t müxtəlif cinsli samitlərdir. T-dır burada. D-ya çevrilir. Həftələr. Nən şəklində tələffüz olunur. L-nən şəklində tələffüz olunur. 2 fərq də buradan çıxır. Deməli, həftələrlə sözündə 3 dənə fərq var. Bağlanmaq. Lanmaq. N-mıya qıxıya çevrilir. 2 dənə də fərqimiz buradadır. Biz yanlış tapırıq. Yanlış. Doğrunu yox. Deməli, hər iki sözün yazılışı və tələffüzü fərqlənir. Düzdür. Hər ikisində fərq var. Birində 3 dənə, birində də səhv eləməmsə 2 dənə dedim. Birinci söz kar samitlə başlayır, saitlə bitir. Həftələrlə sözündə kar samitlə başlayır, cingiltili samitlə bitir. Həftələr nən, n ilə bitir. Deməli, 2 yanlışdır və biz yanlışı götürdük. 3'ə bax, hər iki sözdə səslərin və hərflərin sayı bərabərdir. Həftələrlə də səs artımı var. Deməli, burada da. Bu da yanlışdır. Sonra deyir ki, ikinci sözün yazılışı və deyiliş arasında 2 fərqli məqam var. Doğrudur. Birincidə 3 fərqli məqam, ikincidə 2 fərqli məqam var. Hər iki sözdə saitlər qapalı və dodaqlanmayandır. A açıq saitdir. Ə də açıq saitdir. Belə çıxır ki, hər iki sözdəki saitlər açıq saitlərdir. 5